Hörmətli həmkarlar, illər ərzində Azal nəqliyyat xidməti təqdim edən qurumdan da üstün Azərbaycanın səmalardakı simvoluna çevrilib. Azal olaraq biz insanları bir araya gətirdik, turizmə qapılar açdıq və qonaqpərvərliyimizi dünyaya nümayiş etdirdik. Bugün Azalın inkişafı yolunda yeni və transformativ bir mərhələnin başlanğıcını qeyd edirik. Biz modernləşmə, genişlənmə və uzun müddətli inkişaf istiqamətində cəsarətli addımlar atırıq. Bu dəyişimin mərkəzində isə yenilənmiş brend strategiyamız dayanır. Bu strategiya bizim tam potensialımızı nümayiş etdirməyi, qlobal mövcudluğumuzu gücləndirməyi və daim yenilənən aviasiya sferasında aktuallığımızı qoruyub saxlamağı əks etdirir. Bugün sizə gələcəyimizin kompasını, Azalın yenilənmiş baxışını, missiyasını və dəyərlərini təqdim etməkdən qürur duyuram. Gələcəyimizə baxışımız aydın və iddialıdır. Avrasiya məkanında təhlükəsiz, dayanıqlı və aparıcı aviasiya ekosisteminə çevrilmək. Niyə məhz bu baxış? Çünki biz şərqlə qərbin kəsişdiyi unikal coğrafi mövqedə yerləşirik. Çünki vətəndaşlarımız və regionumuz üçün rifah yaratmaq istəyirik. Ona görə ki, bu baxışı reallaşdırmaq yeni imkanlara, iqtisadi əlaqələrə və tərəfdaşlıqlara qapı açmaq deməkdir. Missiyamız istedadlara, korporativ mədəniyyətə və infrastrukturumuza yatırımlar etməklə müştəri yönümlülük, innovasiya və dayanıqlı təcrübələr vasitəsilə səyahət təcrübəsini davamlı şəkildə artırmaqdır. Dəyərlərimiz isə baxış və missiyamızı saxlayan dayaq sütunlarıdır. Onlar bizim necə işlədiyimizi, necə xidmət göstərdiyimizi və necə inkişaf etdiyimizi əks etdirir. Prosesə diqqət yetirməklə biz daima inkişaf etməyə inanırıq. İnsana önəm verməklə biz həmkarlarımıza və də sərnişinlərimizə empatiya və hörmətlə yanaşırıq. Və performansa bağlı olmaqla biz təhlükəsizlikdə, keyfiyyətdə və etibarlılıqda özümüzü cavabdeh tuturuq. Şirkəti transformasiya etmək bir gecədə baş verəcək proses deyil. Bu bir səyahətdir və hər bir böyük səyahət kimi bu proses də fədakarlıq, intizam və inam tələb edir. Ancaq biz prosesə sıfırdan başlamırıq. Transformasiyanı güclü təməllərin, 10 illiklərlə dayanan milli irsimiz və getdikcə artan qlobal təcrübəmiz üzərində inşa edirik. Azal dəyişən və bu dəyişimin mərkəzində performansa, innovasiyaya və bacarığa əsaslanan dinamik komanda dayanır. Qlobal pandemiya zamanı üzləşdiyimiz böhranda və artan rəqabət kimi çətin dövrlərdə belə çətinliklərə sinə gəldik və öz dayanıqlığımızı dünyaya sübut etdik. Komandalar sədləri aşaraq güclü əməkdaşlıq və mükəmməllik nümayiş etdirdi. Bugün mən pilotlarımızın, bələdçilərimizin, mühəndislərimizin, müştəri xidmətləri komandamızın və bütün əməkdaşlarımızın göstərdiyi peşəkarlıq və cəsarətə görə hər birinə dərin təşəkkürümü bildirirəm. Biz birlikdə performansı önə çıxaran, innovasiyanı dəstəkləyən və inkişafımızın mərkəzinə bacarığı qoyan bir mədəniyyət qururuq. Aviasiya sahəsində istedad uğrunda qlobal rəqabətin getdikcə artığını görürük. Buna görə də şirkət daxilində təlim proqramlarının inkişafına və yüksək performanslı peşəkarları cəlb edən mədəniyyətin formalaşmasına xüsusi diqqət yetiririk. Biz əməkdaşlarımızın inkişafını dəstəkləyir, yeni istedadlara qapılar açır və yüksək nailiyyətləri mükafatlandıran bir mühit qururuq. İndi isə bu yanaşmanı daxildən xaricə yönəltməyin, sərnişinləri qonaqlarımız kimi görən düşüncənin formalaşdırılmasının vaxtıdır. Hər bir şirkətin ağırlıq mərkəzi var. Azalda bu mərkəzi sözsüz ki, sərnişinlər təşkil edir. Hər bir sərnişin müştəri olmaqdan savayı bir qonaq, səfir, aviaşirkətimizin və ölkəmizin hekayəsini dünyaya daşıyan milli dəyərlərimizin ötürücüsüdür. Biz sərnişinlərin Azərbaycanla bağlı duyduğu ilk təəssüratıq. Onlar bizim vasitəmizlə ölkəmizin qonaqpərvərliyini, mədəniyyətini və dəyərlərini tanıyır. Sərnişinlərə yaxşı xidmət etməklə biz əslində ölkəmizə xidmət edir, regionun ən təhlükəsiz və komfortlu hava yolu olmağımıza fəxr edirik. Amma indi daha irəli getməyin, hədəfləri aşmağın və yeni standartların əsasını qoymağın vaxtıdır. Sərnişinlərin gözləntiləri və ümumilikdə aviasiya sektoru sürətlə dəyişir. Texnologiya səyahət təcrübəsini yenidən formalaşdırır və şübhəsiz ki, dayanıqlıq artıq seçim deyil. Yerli, regional və qlobal səviyyədə hamımız üçün bir öhdəlikdir.
rəqabətdə öndə qalmaq üçün çevik və hər bir situasiyaya adaptasiya etməyə hazır olmalıyıq. Dayanıqlı inkişafımız üçün biz müxtəlif sahələrə strateji yatırımlar etmişik. 30-dan çox yeni təyyarə sifariş olunub ki, bu da bizim uçuş şəbəkəmizi genişləndirməyi hədəfləyir. Eyni zamanda səmərəliliyi və müştəri ilə əlaqəni təkmilləşdirmək üçün rəqəmsal həllərə sərmayələr qoyuruq. Atdığımız hər bir addım daha güclü və daha ağıllı azal qurmaq strategiyamızın ayrılmaz hissəsidir. Məqsədimiz təkcə böyümək deyil, eyni zamanda planlı və davamlı şəkildə inkişaf edən bir aviaşirkət formalaşdırmaqdır. Növbəti addım baxışımızın, missiyamızın və dəyərlərimizin brend səfirlərinin, başqa sözlə desək, brend strategiyamızın fəal tərəfdarları və strateji daşıyıcılarının dəstəyi ilə təşkilat daxilində mənimsədilməsidir. Onların fəaliyyət sayəsində fəlsəfəmiz və prinsiplərimiz əməkdaşlarımıza nüfuz edə biləcək. İndi bu rola qətiyyətlə daxil olmağın, Azal brendi özünküləşdirməyin vaxtıdır. Dəyərləri yaşadın. Ətrafınızda olan hər kəsi ruhlandırın. Missiyanın daxildən xaricə irəliləməsini təkan verici qüvvəsi olun. Birlikdə Azalın yenilənmək baxışını, missiyasını və dəyərlərini özündə ehtiva edən növbəti böyük hekayəsini yazırıq. Hər birimiz Azərbaycan hava yollarını və ölkəmizin səmadakı gələcəyini formalaşdırmaqda mühüm rol oynayırıq. İrsimizə duyduğumuz qürur hissi ilə və hədəfimizə olan inanımızla bir möhkəm iradə və həvəslə irəliləyirik. Qoy dəyərlərimiz bizə yol göstərsin. Missiyamız bizi ruhlandırsın. Baxışımız isə bizi yeni yüksəkliklərə qaldırsın. Daima önə və yüksəklərə.